sifarişlərim gəlmişdi. Gəlin indi birlikdə baxaq. Əslində bu nazı mən açmışam, artıq shorts olaraq paylaşmışam. Dedim burada sizinlə də bölüşüm. Mənim shorts videomu izləyən izləyicilərim də var. Yalnız shorts videomu izləyirlər. Dedim onlar da faydalansınlar deyə belə arada çəkiliş edirəm. Baxın bunun özünün işığı var. Görürsünüz bunu? Tutursunuz və yolursunuz qaşınızı. Qəşəng tam oturur. Bu yoldaşımın кейsidir, telefonu üçün şüşəsi də var. Bunu mən Sərxanada görmüşdüm, Instagramda. İkinizə taxırsınız bunun ucularını. Burada şəklini paylaşıram. Daha aydın olsun deyə biləsiniz ki, nətər bir şeydir. Bir sırğadır. Yay üçün çox qəşəngdir. Mənə birdən biraz balaca gələcəkdi, amma böyük gəldi. Sırğa dəlisi olan mən gündə bir şey taxıram. Hər obraza uyğun taxmağı sevirəm deyənə üçün göstərim sizə. Belə bir şeydir. Bunu endirimlə almışam. Bilmirəm neçəyə idi. Mən bunu 3 manata aldım. Deyəsən öz qiyməti 9 manat idi, nə idi? Endirimlə aldım. Ona görə deyirəm sizə ki, bəs mütləq səbətə atın. Bundan kağızlar da var idi. Baxın, burada kağızlar da var. İstədiyiniz məhsulu Temuda səbətə atın və gözləyin endirimə düşsün və endirimlərdən istifadə edin. Belə bir zaryadkası var. Görün işləyəcək. Bərkitmək də olar. Hə, bu da lap bərk edir. Oy. Basılı saxlayanda da sönür. Bir də belə yumurta üçün fırladanı var. Əla. Bu çox qəşəng bir şeydir. Bunu shorts olaraq da paylaşacağım. Əgər siz də məni kimi göyərti saxlaya bilmirsinizsə, bugün alırsınızsa, baha xarab olursa, o zaman bunu tövsiyə edirəm. Göyərtini qoyursunuz bunun içinə, vertikal və buradan da suyunu tökürsünüz. Güya təzə qalır içində. Elə bir ki, keçmişə qayıtmışıq. O vaxt məndə belə bir şalvar var idi, qabağı belə güllü. Bu da elə bir ki, ona oxşur. Çox qəşəngdir. Burada şəklini qoyacağım, baxarsınız. En gözəl görünüşü var ki, belə güllü çiçəklər. Bilmirəm, siz xoşlayırsınız belə şeylər, yoxsa yox. Asiya nömrəsi ilə L-dir, amma bizim ölçü ilə M gedir, yəni bu. Balkonuma almışam bunu. Gün ışığından işləyir, balkona qoyacağım. Düşünürəm işləyər, birlikdə sınayarıq, baxarıq. Qəşəng tamam. Və son sifariş. Bu sifariş də mənim deyil, bunu Mamagil sifariş ediblər. Daha doğrusu Mamagil mənə pul atıblar, mən də onlara sifariş eləmişəm. Daha göstərim sizə nədir. Belə bir torpağa taxılan fanarikdir. Bu da gün ışığı ilə işləyir. Endirimlərdən istifadə edib almışam mən bunu. 99%-ə qədər endirimlər eləyirlər. Yəni bunu nəzərə alın, ondan sonra sifariş eləyin. Yəni istifadə eləyin. 6 ədədinə cəmi 11 manat pul verdim. 11? Yox, 11 manat səhv dedim mən. İndi dəqiq baxıb sizə buradan qiymətini yazacağım. Baxın, belə bir şeydir. Torpağa taxırsınız, gün vurur bütün gün üstünə və axşam isə işıq verir. Burada həm ağ rəngdə işıqlı, yəni soyuq işıqlı, həm də isti. Mən sifariş etdiyim isti işıqlıdır. Sifarişlərim isə bu qədərdir. Baxın, qəşəng bu sifarişlərimi də çox bəyəndim. Əsasən bu fanarikləri bəyəndim, bir də öz fanarikimi. İndi test eləyib baxarıq birlikdə. Aygün Molla üzbəüz yerləşən Nə Alsan Ucuz Al mağazası var. Buranı mən yeni kəşf eləmişəm. Demək olar ki, ev üçün hər bir şey var idi. Yəni mənim bir xırdavat kimi bir mağazadır. Çox bəyəndim buranı. Baxırsan ki, hər bir şey var. Əslində mən rahat baxmaq istəyirdim, sadəcə tələsirdim deyənə. Yüngülvari sizə bir şeylər çəkdim ki, bəlkə kimsə buralarda, yaxınlarda yaşayırsa, gəlib baxa bilər. Həqiqətən də çox zövqlü, gözəl məhsullar var idi. İstər saxlama qabları olsun, istər də təmizlik üçün hər bir şey var idi. Sizə məsləhət görürəm bura gəlməyi. Saleton mağazası ilə üzbəüz yerləşir. Bu bir reklam deyil. Mən özüm də bunu yeni kəşf eləmişəm və həqiqətən də çox bəyəndim. Özüm də buradan bir iki şeylər aldım. Qiymətləri isə gözümə çox münasib gəldi. Digər mağazalara baxanda burada demək olar ki, çox ucuzdur.
Mənim bir videomda izləyicilərim bu məhsulu soruşmuşdular ki, bəs hardan almışam? Mənim aldığım mağaza bağlandı, köçdü şəhərə, amma indi baxdım ki, burada da var. Cəmi 1 manata idi. Çox bəyənmişdim mən bunu. Əgər maşınınızda qoxu varsa, xoşagəlməz qoxu varsa, onu çox gözəl də aradan qaldırır. Məndə də eynən elə bir şey olmuşdu. Bu vasitə onu aradan qaldırdı. Hətta fikir verərdiniz, burada Aspirox'un mavi gücü, sarı gücü 4.90-a idi. Başqa yerlərdə 5 manatdan aşağı yoxdur. Hətta 5 manat 40 qəpiyə falan qalxıb yəni qiymətləri. Bir sözlə mağaza çox yaxşıdır, yeri də yaxşıdır. İstəsəniz gəlib tapa bilərsiniz. Deməli, Aygün Molla üzbəüz yerləşir. Üzü Qaraçuxura gedən yolun sağ tərəfində. Siz də fikir verərsiniz, elə də yaxşı çəkiliş etməmişəm. Elə bir ki, tez bazar istədim ki, nəsə çəkim, çıxım gedim, tələsirdim həqiqətən də. Ona görə normal çəkiliş eləyə bilmədim. Amma həqiqətən də daim nələr yoxdur burada. Ağlınızdan keçə biləcək hər bir şey var. 1001 xırdavat deyək deyə bura. Həqiqətən də çox yaxşı bir mağazadır. Mən belə çox bəyəndim buranı. Düşünürəm yenə gələcəm. Əgər yenə gəlsəm, yeni bir məhsullar görsəm, onları da sizin üçün mütləq çəkiliş edəcəm. Gəldim mağazinə. Deməli, nə aldım oradan? Bunu məndən soruşanlar olmuşdu ki, bəs bunu hardan aldım? Bu o qədər gözəl təmizlədi ki, mənim maşınımın içində qoxu var idi, qoxu yaranmışdı. Bu çox qəşəng apardı və mənim izləyicilərim soruşurdular ki, bəs bunu hardan aldınız? Bunun mən bir dənə başqa mağaza var idi. Sadəcə bizdə o mağaza bağlandı deyənə mən də getdim həmin bu çəkdiyim bayaqki mağazada tapdım. Qiyməti 1 manat idi. Skrin edin, saxlayın. Birdən ehtiyac olarsa alarsınız tapıb. Unitaza atmaq üçün bu da 1 manat idi. İçində neçədən adı? 10 dənə sərf eləyir. Sonra mən buna ehtiyacım var idi. Bunu da 1 manat aldım. Bunu 10 qəpiyə, hapsi göstərirəm. Bunu da 1 manat aldım. Bizdə biri sındı. Dedim qoy hər ehtimal olsun. Bunu 2 manata aldım. Həm qab yumaq olar, qabı falan, nə bilim, hər yeri. Mən hamamı təmizləmək üçün, belə divarları qəşəng sürtmək üçün dedim ki, alım. 2 manat idi bir dənəsi. Bir də bunu götürdüm 1 manat 50 qəpiyə. Bunun sadələri olur, ağ rəngdə. Mən sizə dedim bir dənə bunu alım, biraz görüm nə göstərir. Küncə yapışdıraram. Unitazın küncünə, belə aşağıdan belə. Bunu isə yoldaşım aldı. Hamama taxmaq üçündür belə setka. Pərdə üçün setka. Pərdə üçün belə şeydir. Adını da bilmirəm nədir. Taxırsan bura pərdəni çəkirsən. Baxın o məndə plastikdən idi. O da neçə ildən sonra artıq sındı. Part qırıldı ortadan. Dedim ki, dayı özüm dəyişərəm. Özüm də ustalığı da bacarıram, eləyərəm özüm. Sade. Hans Zimmer'in konsertinə getmişdik. O qədər çox bəyəndim ki, o qədər xoşuma gəldi. Kəsilində keçən il getmək istəyirdim. O da yoldaşım da alınmamışdı deyənə dedik ki, yaxşı gələnlə falan gəlib eləsə elə gedərik. Deməli, həm siz canlı musiqi izləmiş olursunuz, həm də kinolardan fraqman. Tanınmış filmlərdən gözəl musiqilər idi. O qədər çox bəyəndim ki. İndi deyəcəksiniz ki, adam filmə görə ağlayar. Eynən yoldaşım da o sözü dedi mənə. Kim qladiatora baxırsa, yəqin ki, bilər ki, bu hissəsi, bu yeri əsasən də ağladıcı bir yerdir. Həqiqətən də insan özündən asılı olmayaraq ağlayır. Çünki qladiator burada vurulur və ölür. Hans Zimmer'in hətta gizgi filmlərdə də musiqiləri olubdu. İstər bu döyüş atı olsun, istər də Panda. Buna yəqin ki, hamınız baxıbsınız. Buradakı musiqilər də Hans Zimmer'ə aiddir. Və təbii ki, Tom Cruise'un filmlərindən də çoxsunu Hans Zimmer'in musiqilərini eşitmək olar. Tom Cruise'un özünün filmləri də mənim çox xoşuma gəlir. Əsasən də burada bir filmi var. Sonuncu Samuray. O film o qədər gözəldir. Kim baxmayıbsa, baxın bu filmi deyirəm. Çox gözəl bir filmdir. Kim izləməyibsə, Sonuncu Samuray yazın, izləyin, çox xoşunuza gələcəkdir. Və əsas məsələ Hans Zimmer məhz bu filmdə tanınmış oldu. İndi sizə göstərəcəm hansı musiqidə əsasən dünya üzrə tanınmış oldu. Buna dünya üzrə hətta partlayış bir musiqisi demək olar. Madagaskara yəqin ki, hamımız baxmışıq. Təkrar baxsaq belə yorulmayacağımız, bezməyəcəyimiz bir musiqidir. Konsertin sonuna çatdıq və biz gedirik evə. O qədər çox xoşuma gəldi ki, bir sözlə ləzzət elədi bu konsert mənə.
kargom gelmişti. Gittim onu götürdüm. Şimdi Luminarka geldim. Yenilik ne var? Selam. Çok yoktu. Yol üstü de Yuska gireyim. Burada yenilik ne var? Selam, yarılmaz. Çok kişiydiler. Ürəyim gedirdi bura üçün, çox kişiydi. Yəni heç nə almasam da elə belə girib baxmağı xoşlayıram. Ay, nə gözəl şeylər var. Fikrim bu tarafda qalıb mən. Hər dəfə gəlirəm, baxıram, amma almıram. Gələk bir gün keçək gələm onu alam. Maraqlıdır. Çox kişiydi. Belə bir şey. Maraqlıdır, bəlkə bir dənə götürürəm. Sonra 7.90-a. Məncə yaxşıdır qiyməti. Qəşəngdir. Kim sevirsə beləcə kreativ şeyləri gəlib baxa bilər. Bu 7.90-a. Bunu Temuda var. Eynən bundan var. Temuda 4 manata, 5 manata. Amma üstündə elə də çox fərq olmur. Bu da bir də gör sindirimə düşür. Olur 5 manat neçə qəpiyə. Mənim gülümdən 13 manat 90 qəpiyə. Məndəki sadəcə günün altında qaldı, xarab oldu balkonda. Yəni balkona günün altına qoymayın belə şeyləri. Xarab olma ehtimalı böyükdür. 2.90-a. Əlimdə kargo var deyə nə rahat gəzəmirəm. Dırnağıma baxın, qırıldı ortadan. İçinə meyvə də yığmaq olar, belə dekorativ nəsə də qoymaq da olar. Elə bir çiçək. Qəşəng deyə. Çox maraqlıdır, qəşəngdir. Balkona qoymağa bu yaxşıdır elə. 10.90 qəpiyə. $11.90 qəpiyə düşübdü. Xunu üçün çox qəşəngdir, böyükdür. Qiyməti 179.90-a. 119 manata, belə böyük. Defekti nədir bilmirəm. Bu 49.90-a, defekti yeni nədir bilmirəm. Bu isə 89 manat 90 qəpiyə. Bunun güzgüsü var. Bu mənim güzgümdən də sadəcə ensiz formasıdır. Bir də bunun stoykası var. Sadəcə problem nədir bilmirəm. Burada beləsi də var, qara, sadə. Baxın. 75.90-a. Buna baxın, 4.90 manata belə sadə. Ramkadır, güzgüsüzdür. Defekti falan da var da, yəni. Baxın, burada da belə defekti var. Sadəcə gəlib baxmaq lazımdır da, dəqiq gözlə baxmaq lazımdır ki, nədir, nə deyil. Polka 35.90-a, baxın. 269 manata. Bunun bir dənə baxın, bu qapısı çıxıbdır. Bu da bərpa eləmək olar düşünürəm. Qiyməti çox yaxşıdır. Həm də üstü də belə taxtadır. Qəşəng deyəm. Televizor altılığı çox qəşəngdir. Bizə çox heyif ki, Ikea yoxdur. Ikea'da olur belə bir şeylər. Baxın, bunun da defekti, yüngülvari defektiyi düzəltdirmək olar məsələn. Bu qəşəngdir, yumuşaq işləyir. 209 manat 90 qəpiyə. Güzgülü şkafdır deyəsən də, yenisisə. Bir dənə baxım. 69.90-a. Görək bu nədir belə. Açsam çox qırılmaz. Bir seriya falan yığmaq üçün. Nə gözəldir. Seplərinizi asmağa, kolyeləri, nəsə burada kosmetikada yığmaq olar, yüngülvari, parfümlər falan. Buradan da sırğalar falan asmaq olar, qəşəngdir. 2 dənə kravat da var. Kravat da bu 29.90-a. Qiymətə baxın da siz 29 manat 90 qəpiyə. Matrassız belə kravat. Dəmirdən çox qəşəngdir. Belə bir şeydir də, göstərə bilərəm sizə belə. Bunda şey taxtaları yoxdur, alıb özün qoyursan. Bu mənim istədiyim şkafdır. Defektləri nədir bilmirəm. Maraqlıdır. Ən çox bunu bəyəndim. Baxın bu stulu. Burada əvvəl Pepco var idi. İndi yəqin ki bağlanıbdır. Heç görmürəm Pepco'nu. Kimdən soruşum, görüm hara köçüb Pepco. Xanımdan soruşdum, deyir ki, bəs çoxdandır ki ləğv olunubdur burada. Yoxdur.
Azərbaycan dilində kitab oxumaq istəyərdim, amma oxuya bilmirəm də mən. Bu da mənim bacarıqsızlığımdır. Oxuyuram əslində, başa düşürəm nə yazır orada. Prosta səhv oxuyuram. Bir də görürsüz sözləri səhv. Siz mənim oxumağımı görəsiniz də, ölərsiniz gülməkdən. Bir də gülməli oxumağım var, hələ yazmağım dəhşət. Xəttim yaxşıdır, pis deyil, tərifləmirəm özümü, amma həqiqətən də yaxşı xəttim var. Amma Azərbaycan dilində yazanda bir bərbad yazıram ki. Tanıdığım, bildiyim mağazaların çoxsu bağlanıbdır. Pepco bağlanıb, sonra nə alsın 1 manat, 5 manat da belə bir mağaza var idi, qəşəng şeylər var idi. O da bağlanıbdı. Al Market bağlanıbdı. Bunlar niyə bağlanıb bilmirəm. Nəysə. Da gedirəm evə. Nəyə çox fikir verərsən, o da başına gələcəkdi. İndi mən bunu açıq havadan aldım. Və bunu yemək də olmaz. Yuyanda da dadı qaçacaqdır. Və indi mən bunu belə götürüb yesəm, deyəcəksiniz ki, mikrob düşdü. Amma əvvəl bizim vaxtımızda heç nəyi yumurduq da, ağacın başından məsələn gilas dərdik, yedik, alça yedik, məsələn. Mikrob falan heç bir şey düşmürdü. Mikrob hamısı bu bizim beynimizdədir. Gəlin boynumuza alaq ki, mikrob bizim beynimizdədir. Və burada mikrob deyilən şey yoxdur. Ola bilsin ki, belə havadan nəsə insana keçə bilər, falan eləyə bilər indiki zamanda, amma o da yenə də bizim özümüzdən asılıdır. Yəqin ki, heç kim də məni buna görə qınamaz. Yəni mən bunu suyun altına heç cür tuta bilmərəm. Yəni siz də bilirsiniz ki, yəni tut elə bir şeydir ki, bunu yudun, dadı qaçacaqdır. Luminark'dan bunu aldım. Yoldaşımın tərikasını sındırdım. Mən içine yumurta koyduğum, ona göre bunu aldım. Siparişini size kısaca göstereyim. Həmin o yumru stol üçün hansı ki masa düzəldəcəm. Baxın 4 ədəd bundan aldım. İndirimlə 10 manata. Başlıqlı olsun deyə yanında da mebelin kənarına yapışdırmaq üçün. Bu koftayı mən ilk alanlardan biri oldum. Baxın belə bir şey. Kənarı belə uzundur. Burada şəklini paylaşacağım. Baxarsınız. Belə bir dondur. Donun da şəklini burada paylaşırım. Bir də təbii ki aksesuarsız da olmaz. Düz belə bir sırğadır. Sadəcə belə düz bir şey. Bir də belə bir leskalı sepdir. Leska ilə də